Salam, adi və onluq kəslər mövzusunda 105 nömrəli sualın həllinə baxırıq. Diaqramda elektronika mağazasında 5 gün ərzində satılan elektrik əşyalarının miqdarı haqqında məlumat verilmişdir. 4-cü gün 18 ədəd elektrik əşyası satılıbsa, 5-ci gün satılan elektrik əşyaların miqdarı nə qədərdir? Baxın, 5 gün ərzində satılan elektrik əşyalarının miqdarı verilib və hissələrlə verilib. İndi əvvəlcə biz baxaq ki, 4-cü gün bütün əşyaların 11'də 3 hissəsi satılıb. Yəni biz ilk öncə 11'də 3 hissəsi 18'ə bərabər olan ədədi tapmalıyıq. 18'ə bərabər olan ədədi tapmalıyıq. Çünki 18 ədəd satılıb. Bunun üçün 18'i böləcəm 11'də 3'ə. Çünki hissəyə görə ədədi tapanda ədədi hissə göstərən ədədə bölürük. 18 bölmə vurma ilə əvəz olunur, kəsir tərsinə çevrilir. 18'i 3'ə böləndə 6 dəfə 66. Bu tapdığımız 66 elektronika mağazasında olan bütün elektrik əşyaların miqdarıdır. İndi baxın, birinci gün 11'də 1, ikinci gün 11'də 2, hamısını toplayırıq. Birinci gün 11'də 1, ikinci gün 11'də 2, üçüncü gün 11'də 3 və dördüncü gün 11'də 3. Bunları toplayanda olacaq 11'də 6, 8, 9. 11'də 9 hamısı. 5-ci günə nə qədər qalır? 11'də 11'dən 11'də 9 çıxanda qalır 11'də 2. Deməli, 5-ci gün bütün əşyaların 11'də 2 hissəsi satılıb. Bütün əşyaların miqdarı da 66 ədəddir. 66'nın 11'də 2 hissəsini tapırıq. 66'nın 11'də 2 hissəsini tapmaq üçün 66'nı 11'də 2'yə vurmaq lazımdır. Olacaq 66 vur 11'də 2. 66'nı 11'ə böləndə 6 dəfə, 6'nı 2'yə vuranda 12. Deməli, 5-ci gün satılan elektrik əşyaların miqdarı 12 ədəddir. 106 nömrəli sualda deyilir ki, qatar 2 stansiya arasındakı məsafənin 15'də 7 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün daha 3 kilometr getməli idi. Stansiyalar arasındakı məsafə neçə kilometrdir? 2 stansiya olsun, bu A stansiyası, bu da B stansiyası. Deməli, qatar bu 2 stansiya arasındakı məsafənin 15'də 7 hissəsini getdi. Deyək ki, buradan bura qədər 15'də 7'dir. 15'də 7 hissəsini getdi və yolun ortasına çatmaq üçün, bura yolun ortasıdır, bura çatmaq üçün daha 3 kilometr getməli idi. Deməli, burada qalan hissədə 3 kilometrdir. Stansiyalar arasındakı məsafə neçə kilometrdir? Bütün yolu işarə edirik x-dən. Bu x-in 15'də 7 hissəsini qatar getmişdi. Yəni 15'də 7x. Üstə gəl. Hələ 3 kilometrdə getməlidir ki, üzərinə 3 gəlirəm. Bərabərdir, yolun ortasına çatsın. Bütün yol x isə yolun ortası olacaq x bölü 2. Məsələn, bütün yol 100 kilometr olsaydı, yolun ortası 100 bölü 2, 50 kilometr olardı. Burada da yolun ortasını biz x bölü 2 ilə işarə edəcəyik. Olacaq x bölü 2. Gəlin bu tənliyi həll edək. Burada 3'ü sol tərəfdə saxlayıram. X bölü 2. Bu 15'də 7x'i sağ tərəfə atıram, çıx. 15'də 7x. 3 bərabərdir. 15 və 2'yə ortaq məxrəc əköp 30. Əköp 2 və 15 qarşılıqlı sadə ədədlər olduğuna görə əköp onların hasilinə 30'a bərabərdir. 30'u 2'yə böləndə 15, 15'i x'ə vuranda 15x. 30'u 15'ə böləndə 2, 2'ni 7'yə vuranda 14x. Bunu davam edirik burada. 3 bərabərdir 30'da x. Buradan da çarpaz vursaq 30'u 3'ə vuranda 90. Deməli, bütün yol, yəni stansiyalar arasındakı məsafə 90 kilometrdir. Baxırıq 107 nömrəli suala. 6 tam dövrdə A bərabərdir 3'də 19 bərabərliyindən A-nı tapın. Sol tərəf dövrü onluq kəsirdir. Yazırıq 6 tam. Dövrdəki rəqəmlərin sayı qədər 9. Sürətdə də dövr edən rəqəm, yəni A. Bərabərdir 3'də 19'a. Bu düzgün olmayan kəsirdir. Daha doğrusu qarışıq kəsirdir. Çeviririk düzgün olmayan kəsirə. Məxrəc olduğu kimi qalır. Tamı məxrəcə vururam. Üzərinə də sürəti gəlirəm. Bərabərdir 3'də 19. İndi buradan 6 vur 9, 54. Üstə gəl A. Bölü 9 bərabərdir 3'də 19'a. Çarpaz vuraq. Çarpaz vurmadan öncə bir şey qeyd etmək istəyirəm. Burada 9 və 3 məxrəclərdədir. Biz bunları 3'ə bölə bilərik. Yəni bu cür bölmə doğrudur. 3'ü 3'ə böləndə 1 dəfə, 9'u 3'ə böləndə 3 dəfə. İndi
54 üstəgəl A-nı çarpaz vururam 1-ə. 19-u da çarpaz vururam 3-ə. 54 üstəgəl A-nı 1-ə vuranda elə 54 üstəgəl A qalır. 19-u da 3-ə vuranda 57. A da bərabərdir. 57-dən 54 çıxanda cavab olacaq 3. Bizdən də elə A-nı soruşurdu. Düzgün cavab 3-ə bərabərdir. 108 nömrəli sualda 4 dam dövrdəsi bərabərdir 3-də 14 bərabərliyindən C-ni soruşur. 4 dam dövrü onluq kəsirdir. Dövrdəki rəqəmlərin sayı qədər 9 yazılır. Sürətdə də dövr edən rəqəm, yəni C bərabərdir 3-də 14. Düzgün qarışıq kəsirdir. Düzgün olmayan kəsirə çeviririk. Məxrəc olduğu kimi qalır. 4-ü 9-a vurub üzərinə C gəlirik. Bərabərdir 3-də 14. Burada biz məxrəcləri ixtisar edə bilərik. Yəni 9-dan 3, hər ikisini 3-ə bölürük. 3-ü 3-ə böləndə 1 dəfə, 9-u 3-ə böləndə 3 dəfə. İndi çarpaz vuraq. 4 vur 9, 36. Üstə gəl C-ni. Vururam çarpaz 1-ə. Bərabərdir. 14-ü də vururam 3-ə. 36 üstə gəl C-ni 1-ə vuranda elə 36 üstə gəl C. 14-ü 3-ə vuranda 42. C də bərabərdir. 42-dən 36 çıxanda 6. Bizdən də bərabərlikdən C soruşulur. Cavab 6. 109 nömrəli suala baxırıq. İfadəsinin qiymətini soruşur. Deməli, gəlin əvvəlcə mötərizənin içini hesablayaq. 1. 3 tam 4-də 3 çıx. Burada 2-də 3-ün kvadratı var. 2-də 3-ün kvadratı 2-də 3 vur 2-də 3 deməkdir. Yəni, ixtisar yoxdur. 2-ni 2-yə vursaq 4, 3-ü 3-ə vursaq 9. 4-də 9-a bərabərdir. Bu düzgün olmayan kəsirə çevirsək, qarışıq kəsirdir. Düzgün olmayan kəsirə çevirsək, məxrəc olduğu kimi qalır. 3-ü 4-ə vururam 12, üzərinə 3 gələndə 15. Çıxılsın 4-də 9. Məxrəclər bərabər olan kəsirlərdir. Məxrəc olduğu kimi qalır. 15-dən 9 çıxıram 6. Yəni cavab 4-də 6. İndi ikinci əməl 7,5-i böləcəm mötərizənin cavabına 4-də 6-ya. 7,5 7,5 kimi çeviririk. Onluq kəsirdir. Çevirdik qarışıq kəsirə. Böl 4-də 6 bərabərdir. 7,5 10-da 75 deməkdir. Bölmə vurma ilə əvəz olunur. 4-də 6, 6-da 4 kimi çevrilir. Bərabərdir. İndi ixtisar edək. 10-u 5-ə bölsək 2 dəfə, 75-i 5-ə bölsək 15 dəfə. 4-ü 2-yə bölsək 2 dəfə, 2-ni 2-yə bölsək 1 dəfə. 2-ni 2-yə böləndə 1, 6-nı 2-yə böləndə 3. 15-i 3-ə bölsək olacaq 5 dəfə. Məxrəc 1, sürətdə 5. 5-i də 1-ə bölsək cavab olacaq 5. 110 nömrəli sualda A-nın neçə natural qiyməti bu şərti ödəyir. Yəni 5-də 1 kiçikdir 45-də A, kiçikdir 9-da 4. Məxrəcləri eyniləşdirməliyik. 5, 45 və 9. Bunların içərisində ən böyük 45-dir. 45 3-ünə də bölünür. Yəni 45 5-ə də bölünür, 9-a da bölünür. Deməli, məxrəcləri 45-ə gətirə bilərik. Yazıram məxrəcə 45. 45-i 5-ə böləndə 9. 9-u da 1-ə vuranda olacaq 9. Kiçikdir. 45-də A olduğu kimi qalır. Yenə məxrəcə 45 yazıram. 45-i 9-a böləndə 5. 5-i də bu 4-ə vursaq olacaq 20. İndi baxın. A ədədimiz məxrəcləri eyni olan kəsirlərdir. A 9-dan böyükdür, 20-dən kiçikdir. Buradakı natural qiymətləri soruşur. Burada A ən böyük 10 ola bilər, 10. Ən kiçik daha doğrusu 10 ola bilər, 9-dan böyük olan 10. Ən böyük də 19 ola bilər, 20-dən kiçik 19. Yəni həm 10 daxildir, həm 19 daxildir. Bu parçadakı qiymətlərin sayı 19-dan 10 çıxıram, üzərinə də 1 gəlirəm. Olacaq 10. Deməli, A-nın 10 natural qiyməti bu şərti ödəyir. 111 nömrəli sualın həllinə baxırıq. Əvvəlcə gəlin mötərizəni hesablayaq. Yəni, bu hissəni. Deməli, verilib bizə 0 tam dövrdə 2, üstə gəl 0 tam dövrdə 3, üstə gəl 0 tam dövrdə 4. Bunları çevirsək, olacaq 9-da 2, üstə gəl 9-da 3, üstə gəl 9-da 4 bərabərdir. Məxrəcləri bərabər olan kəsirlərdir. Məxrəc olduğu kimi qalır. Sürətlər toplasaq 9. 9-da 9 da 1-ə bərabərdir. Deməli, biz aldıq ki, mötərizənin cavabını 1 vurulsun x bərabərdir y. Yəni, buradan x bərabərdir y aldıq. Sadə sualdır.
X üstəgəl 3y böl x-i soruşur. Burada harda x var, yerinə y qoyuruq. X-in yerinə y qoyuram. Y üstəgəl 3y. Məxrəcdə də x-in yerinə y yazıram. 3y, bunun da əmsalı 1-dir, olacaq 4y. Məxrəcdə y-lərə yaxşı yol, cavab olacaq 4. Deməli, bu nisbət 4-ə bərabərdir. 112 nömrəli sualda A 0,6, B 0,3 olarsa nisbəti soruşur. Gəlin əvvəlcə ayrı-ayrı mötərizələr hesablayaq. 2 üstəgəl A bərabərdir. 2 üstəgəl A da 0,6-dır. 2 üstəgəl 9-da 6. Bu da bizə verir 2,9-da 6. Bu belə qalsın. Sonra 2-də 1 çıx B. 2-də 1 çıx. B də 0,4-də 3-dür. Çevirsək birbaşa 9-da 3. 2 və 9 məxrəclərdir və qarşılıqlı sadə ədədlərdir. Çünki ortaq bölən yoxdur. Deməli, əkob 18-dir. Baxın, 2 və 9-un əkobunu tapırıq. Çünki məxrəcləri müxtəlif olanda əkob tapmalıyıq. 18. Bunlar qarşılıqlı sadə olduğuna görə əkob onların hasilinə bərabərdir. Məxrəcləri 18-ə gətirək. 18, bu 2-yə böləndə 9, 9-u 1-ə vuranda 9. Çıx. 18-i 9-a böləndə 2, 2-ni 3-ə vuranda 6. Cavab olacaq 18-də 3. İxtisar etsək 3-ə. Olacaq 6-da 1. İndi keçirik bu mötərizələrin nisbətinə. Yəni, bunun cavabını böləcəyik digər mötərizənin cavabına. Yazırıq. Birinci mötərizənin cavabı 2,9-da 6-dır. Bunu düzgün olmayan kəsirə çevirsək, 2 vur 9, 18, üzərinə 6 gələndə 24. Yəni, 9-da 24 böl 6-da 1. İkinci mötərizənin cavabı. Birinci kəsir olduğu kimi qalır. Bölmə vurma ilə əvəz olunur. İkinci kəsir tərsinə çevrilir. 9-u 3-ə 3 dəfə, 24-ü 3-ə 8 dəfə. 6-nı 3-ə 2 dəfə, 3-ü 3-ə 1 dəfə. Məxrəc 1, sürət 8 vur 2. Yəni, cavab 1-də 16, o da olacaq elə 16-nın özü. 113 nömrəli suala baxırıq. 113 nömrəli sualda yenə eyni qaydada. Birinci mötərizəni hesablayırıq. 2 üstəgəl A. 2 üstəgəl A 0,4-də 3-dür, yəni 9-da 3. Cavab olacaq 2,9-da 3. İkinci, B-dən çıxacaq 2-də 1-i. B 0,4-də 6-dır, yəni 9-da 6. 9-da 6-dan çıxıram 2-də 1-i. 9 və 2 qarşılıqlı sadə ədədlər olduğuna görə əkob həmin ədədlərin hasilinə, yəni 18-ə bərabərdir. 18-i 9-a böləndə 2 dəfə, 2-ni 6-ya vuranda 12 dəfə. 18-i 2-yə böləndə 9 dəfə, 9-u 1-ə vuranda 9. Cavab 3 böl 18, 3-ə bölsək 6-da 1. Üçüncü əməl, mötərizələrin cavablarını bir-birinə böləcəyik. 2,9-da 3 böl 6-da 1. 2,9-da 3 qarışıq kəsirdir. Düzgün olmayana çeviririk. 2-ni 9-a vururuq 18, üzərinə 3 gələndə 21. Bölmə vurma ilə əvəz olunur. 6-da 1, 1-də 6 kimi çevrilir. 9-u 3-ə 3 dəfə, 21-i 3-ə 7 dəfə. 6-nı 3-ə 2 dəfə, 3-ü 3-ə 1 dəfə. Məxrəc 1, sürət 7 vur 2. Olacaq cavab 14 böl 1, yəni bu da elə 14-ə bərabərdir. 114 nömrəli suala baxırıq. Məxrəci 30 olan və 5-də 1, 3-də 1 aralığında yerləşən adi kəsirlərin sürətləri cəmini soruşur. Şərtdə deyir ki, məxrəc 30 olsun. Gəlin 5-də 1 və 3-də 1-in məxrəcini 30-a gətirək. 5-də 1, məxrəci 30-a gətiririk. 5-i nəyə vursaq 30 alarıq? 6-ya. Deməli, sürəti də 6-ya vurmalıyıq. Olacaq elə 6. Digər kəsir 3-də 1. 3-də 1-in də məxrəcini 30-a gətirməliyəm. 3-ü nəyə vurmalıyam ki, 30 alınsın? 10-a. 1-i 10-a vursam, olacaq 10. Deməli, bizdən 30-da 6 və 30-da 10 aralığındakı kəsirləri soruşur və bunların sürətlərini soruşur. 6 və 10 arasındakı sürətlər olacaq 7, 8 və 9. Bu 3 dənə ədədin cəmi olacaq, deməli, 8 üstəgəl 7, 15, üzərinə 9 gələndə 24. 115 nömrəli sualda ən böyük iki rəqəmli ədədlə, yəni 99 ilə məxrəci 33 olan ən böyük düzgün kəsrin, yəni 33-də 32. Bunların hasilini soruşur. Çox sadədir. Burada 99 təkdirsə, onun məxrəcində 1 var deməkdir.
99 və 33, 33-ün özünə ixtisar gedir. 33-ü 33-ə bölsək 1 dəfə, 99-u 33-ə bölsək 3 dəfə. Məxrəc 1-dir. Sürət olacaq 3 vur 32. 3-ü 32-yə vursaq 96. 96-nı da 1-ə böləndə elə 96-nın özü. Qablaşdırılmış malın qiyməti 85 manatdır. Bu nə deməkdir? Bir qutudur. İçində də hədiyyə var. Deyək ki, bir fincan var. Deməli, bu qutunun qiyməti 85 manatdır. Yəni, burada həm qutunun qiyməti var, həm içindəki fincanın qiyməti var. Deməli, qutunun qiymətini mən işarə edirəm X-lə, içindəki fincanın malın qiymətini işarə edirəm Y-lə. Olacaq X üstəgəl Y 85. Sonra deyir ki, qabın qiyməti, qab nədir? Qutu, yəni X bərabərdir. Malın qiymətinin, yəni Y-in 15-də 2 hissəsini təşkil edir. Yəni X bərabərdir, Y vurulsun 15-də 2. Bizdən malın qiymətini soruşur. Baxın burada, yəni X böl Y belə də yaza bilərdik. Eyni anlayışdır. X böl Y bərabərdir 15-də 2. Belə də yazmaq olar. Deməli, X-ə 2K uyğundur, Y-ə 15K uyğundur. Biz də nəyi bilirdik? Qabla, yəni malın qiymətinin 85 manat olduğunu burada yerinə qoyuruq. Olacaq 2K üstəgəl 15K bərabərdir 85. 17K bərabərdir 85-ə. K da bərabərdir 85-i 17-yə böləndə 5. Bizdən malın qiymətini soruşur. Malın qiyməti Y idi. Y-də 15K-dır. 15-i vuracam 5-ə. Olacaq 75 manat. Deməli, içindəki malın qiyməti 75 manatdır. Deməli, 10 manat da qutunun qiymətidir. 117 nömrəli sualda məxrəci 18 olan və 3-də 1, 2-də 1 aralığında yerləşən adi kəsrlərin sürətləri cəmini soruşur. Yuxarıda da buna aid sualda izah etmişdim. Eyni qaydada məxrəci 18 dediyinə görə məxrəcləri 18-ə gətirəcəyik. 3-də 1 bərabərdir. Məxrəci 18-ə gətirirəm. 3-ü nəyə vurmalıyam 18 olsun? 6-ya. Deməli, sürəti də 6-ya vurmalıyam. 1-i 6-ya vuranda 6. Çünki məxrəci hansı ədədə vururamsa, sürəti də həmin ədədə vurmalıyam. 2-də 1, məxrəci 18-ə gətirmək istəyirəm. 2-ni nəyə vurmalıyam 18 olsun? 9-a. 1-i 9-a vuranda 9. Deməli, bizdən soruşulan nədir? 18-də 6 ilə 18-də 9 kəsirləri arasındakı kəsirlərin sürətləri cəmini. Bu aralıqdakı sürətlər olacaq 18-də 7, yəni 7, 18-də 8, 8. Bu ikisinin cəmi də olacaq 15. 118 nömrəli sual 105 nömrəli sualla eynidir. 5 gün ərzində satılan malın miqdarının gündəlik diaqramı verilib. 3-cü gün 15 ədəd mal satılıbsa, 2-ci gün satılan malın miqdarı nə qədərdir? Baxın, deməli, burada kəsirdə hissələrlə verilib. 2-ci gün satılanın hissəsi yoxdur. Bunun üçün əvvəlcə bu digər 4 gündə satılan malların, yəni hissələrlə toplamalıyıq. Baxın, sürətləri toplasaq kifayətdir. 1, üstəgəl 2, 3, üzərinə 3 gələndə 6, üzərinə 3 gələndə 9. Yəni, 11-də 9-u bu 4 gün ərzində paylanıb. Bizə 2-ci günə nə qədər qalır? 11-də 11-dən çıxmalıyıq. 11-də 9-u olacaq 11-də 2. Deməli, 2-ci gün bütün malın 11-də 2 hissəsi satılmalıdır. İndi, 3-cü gün satılan mal konkret var. 15 ədəd satılıb. 3-cü gün isə bütün malın 11-də 3 hissəsi satılıb. Deməli, biz 11-də 3 hissəsi 15 olan ədədi tapmalıyıq. Bunun üçün 15-i bölməliyəm 11-də 3-ə. 15-i 1-də 15 kimi yazıram. Bölmə vurma ilə əvəz olunur. Kəsir tərsinə çevrilir. 15-i 3-ə böləndə 5 dəfə, 3-ü 3-ə böləndə 1 dəfə. Məxrəc 1, 5-i 11-ə vuranda 55. Cavab olacaq 55. Deməli, ümumi malın miqdarı 55 ədəddir. İndi biz tapmalıyıq 2-ci gün satılanı. Bu 55 malın 2-ci gün 11-də 2 hissəsi satılıb. 55-in 11-də 2 hissəsini tapırıq. 55-i 11-ə böləndə 5 dəfə, 5-i də 2-yə vuranda 10 dəfə. Burada da eyni ilə yəni burada 55-i 1-də 55 kimi də yaza bilərdik. Yəni bəzən birbaşa yazıram, bəzən məxrəci 1 kimi yazıram. Eyni şeydir. Yəni bu 55 təkdirsə sürətdədir deməkdir. Yəni onun məxrəci 1-dir. 55-i 11-ə böləndə 5 dəfə, 11-i 11-ə böləndə 1 dəfə, onu da 1-ə bölsək, elə cavab 10. 119 nömrəli sualda ədədin 4də 1 ilə 9da 4-ünün cəmi 25-ə bərabərdir. Bu ədədin 4də 1-ini tapın. Hər hansı bir x ədədindən söhbət gedir. Bu x ədədinin 4də 1 ilə, yəni 4də 1 x
və 9-da 4-ün cəmi. X-in 9-da 4-ü olacaq 9-da 4x. Bərabərdir 25-ə. Baxın, hər hansı bir x ədədi ilə söhbət gedir. X-in 4-də 1-i deyəndə 4-də 1x, X-in 9-da 4-ü deyəndə 9-da 4x. Bunların cəmi dediyinə görə topladım, bərabərlədim 25-ə. Məxrəcləri bərabər olan kəsirlər deyil, məxrəcləri eyniləşdirməliyik. Gəlin bunların əkobunu tapaq. Əkob 4 və 9. 4 və 9 qarşılıqlı sadə ədədlərdir, çünki ortaq bölən 1-dir. Deməli, əkob elə 4 vur 9-a 36-ya bərabərdir. Gəlin məxrəclərini 36-ya bərabər edək. 36. 36-nı 4-ə böləndə 9 dəfə, 9-u 1-ə vuranda elə 9, yanında da x. Sonra üstə gəl, 36 yazdım məxrəcə, 36-nı buradakı 9-a böləndə 4, 4-ü də 4-ə vuranda 16x. Bərabərdir 25. İndi məxrəclər eyniləşdi, məxrəc olduğu kimi qalır, sürətləri toplayıram. 9 və 16-nı toplasaq 25, yanında da x, bərabərdir 25-ə. Buradan x-i tapmaq üçün, bunlar arasında vurma var. X tapmaq üçün 25-i bölməliyəm 36-da 25-i. 25-i yazıram 1-də 25 kimi. Bölmə vurma ilə əvəz olunur. 36-da 25 tərsinə çevrilir 25-də 36 kimi. 25-lərə yaxşı yol, cavab olacaq 36. Məxrəc 1 olanda yazmağa ehtiyac yoxdur. Ədədimizi tapdıq 36. İndi bizdən soruşur ki, bu ədədin 4-də 1-ini tap. 36-nın 4-də 1-ini tapmaq üçün 36-nı 4-də 1-ə vururuq. 36-nı 4-ə böləndə 9 dəfə. 4-ü 4-ə böləndə 1 dəfə. Yəni cavab 1-də 9 olacaq, elə cavab 9. 120 nömrəli suala baxırıq. Kəsirinin qiymətinin tam ədəd edən natural n-lərin cəmini soruşur. 36 çıx n kvadratı böl n kvadratı. Burada gəlin məxrəcə bölək. 36 böl n kvadratı çıx n kvadratı böl n kvadratı. 36 böl n kvadratla işim yoxdur. N kvadratını n kvadratına böləndə 1. Burada biz n kvadratının yerinə elə ədədləri qoymalıyıq ki, 36 həmin ədədlərə bölünsün. İndi 36-nın bölənlərini yazıram. 1, 2, 3, 4, 6, 9, 12, 18 və 36-nın özü. Yəni bunlar 36-nın bölündüyü ədədlərdir. İndi mən n-in yerinə elə bir ədəd seçməliyəm ki, hər hansı bir ədədin kvadratı olsun. Baxın, hər hansı bir ədədin kvadratı olmalıdır. 1 qoya bilərəm. Çünki 1-in kvadratı elə 1. 36 1-ə bölünür. 2 qoya bilərəmmi? 2 qoysam. N-in yerinə 2 qoyuram. 36 böl 2-nin kvadratı 4. 36 4-ə bölünür. Olacaq cavab 9. 2 də qoya bilərəm. 3 qoya bilərəmmi? 36-nı bölürəm. N-in yerinə 3 qoyanda 3-ün kvadratı 9. Tam ədəd oldu. Qoya bilərəm. 4 qoya bilərəmmi? 36-nı 4-ün kvadratı 16. Baxın. 4-ün kvadratı 16. 36 16-ya bölünmür. Ona görə n-in yerinə 4 qoya bilmərəm. N-in yerinə 6 qoya bilərəmmi? 36. 6-nın kvadratı 36. Bəli, bölə bilərəm. Tam ədəd alınır. Cavab 1. N-in yerinə 9 qoya bilmərəm. 9-un kvadratı 81 olur. 36 81-ə bölünmür. 12 qoya bilmərəm. 12-nin kvadratı 144 olur. 18 qoya bilmərəm. 36 qoya bilmərəm. Çünki kvadratları böyük ədəd olur və bu kəsirin qiyməti tam ədəd olmur. Deməli, bu n-lərin cəmini soruşur. N-ə biz 1 verə bilərik, 2 verə bilərik, 3 verə bilərik, 6 verə bilərik. Bunların da cəmi olacaq 12. 121 nömrəli sualda kəsirinin qiymətini tam ədəd edən natural n-lərin hasilini soruşur. Deməli, burada da eyni qaydada 64 üstə gəl n kvadratı bölü n kvadratı. Məxrəcə böləcəm 64 bölü n kvadratı, üstə gəl n kvadratı bölü n kvadratı. Yəni, sürətdəki hər bir həddi məxrəcə böldüm. 64 bölü n kvadratı olduğu kimi qalsın. N kvadratını n kvadratına böləndə 1. Burada yenə n kvadratının yerində 64-ün bölündüyü ədədlər olacaq. 64 bölünür 1-ə, 2-yə, 4-ə, 8-ə, 16-ya və 64-ün özünə bölünür. Baxaq, 1, 2, 3, 4, 6 dənə böləni var. Yoxlayaq görək, 64 deməli 8-in kvadratı deməkdir. 2 üstü 6 deməkdir də. 2 üstü 6 olanda 7 dənə böləni olmalıdır. 1, 2, 3, 4, 5, 6 dənə böləni var. Hansını unutmuşuq, hansı böləni unutmuşuq? 32 var bəli bir də. 32 də bölünür 64. 32-ni unutmuşuq. Baxın, 64-ü sadə vurğulara ayırırdıq. 2 üstü 6 deməkdir. Bunun natural bölənlərini tapanda üzərinə 1 gəlirdik axı. 6 plus 1, 7 dənə natural böləni var bunun. 7.
İndi burada da 7 dənə çıxmalıydı. Mən birini unutmuşdum. Ona görə dəqiq əmin olmaq üçün bu cür tapmaq olar. Bu cür natural bölənlərin sayını yaza bilərsiniz. İndi gəlin baxaq, hansı qiymətləri verəndə tam ədəd alarıq. N-in yerinə bir dəfə buradakı 1-i qoyuram. 1-in kvadratı 1. 64-ü 1-ə böləndə 64. 2 qoysam, 2-nin kvadratı 4. 64 4-ə tam bölünür. 4 qoysam, 4-ün kvadratı 16. 64 16-ya bölünür. 8 qoysam, 8-in kvadratı 64. Baxın, bu məxrəcdə yerinə qoyuram N-in yerinə. 8-in kvadratı 64. 64 64-ə böləndə 1. Tam ədəd olur. 16 qoya bilmərəm. 16-nın kvadratı 256. 64 qoya bilmərəm. Kvadratı çox böyük olur. 32 qoya bilmərəm. Kvadratı yenə böyük olur. Yəni tam ədəd alınmır. Tam ədədi verən ədədlər 1, 2, 4 və 8. Bizdən həmin n-lərin hasilini soruşur. Bunların hasili 1 vur 2, 2, 2 vur 4, 8, 8-i 8-ə vuranda 64. Bizə deyir ki, qiymətini tam ədəd edən natural n-ləri tap. Natural n-lərin hasili olacaq 64. 122 nömrəli sualda kəsrinin qiymətini soruşur. Gəlin əvvəlcə baxaq. 0,3 böl 0,33. Bunu sadələşdirək. Sürətdə vergüldən sonra bir rəqəm var, məxrəcdə 2 rəqəm var. Sürətdə də 2 rəqəm olmalıdır. Boş qalan yerə 0 əlavə edirəm. Vergülləri sildim. 33-də 30. İndi gəlin 3-ə bölək. 3-ə böləndə 11 dəfə, 3-ə böləndə 10 dəfə. Sürəti də məxrəci də 3-ə böldüm. Digər kəsrə baxırıq. 0,6, 0,66. Burada 2 rəqəm var, burada da 2 rəqəm olmalıdır. Boş qalan yerə 0 əlavə edirəm. İndi vergülləri silirəm. Qalır 66-da 60. Bunu da bölürəm 6-ya. 11 dəfə, 10 dəfə. Sonra 3-cü kəsrə baxıram. 0,99, burada da 0,9. Vergüldən sonra 2 rəqəm var, burada da 2 rəqəm olmalıdır. Boş qalan yerə 0 əlavə edirəm. Vergülləri silirəm. Qalır 99-da 90. 9-a bölsəm 11 dəfə, 10 dəfə. İndi aparıb yerinə qoyuruq. 11-də 10, üstə gəl 11-də 10, çıx 11-də 10. Baxın, bunlar eyni ədədlərdir. Biri mənfi, biri müsbətdir. Bunlara yaxşı yol, islah gedir. Qalır məxrəcin cavabı 11-də 10. İndi kəsrin sürəti 6-dır, məxrəci də 11-də 10. Yadda saxlayın ki, bu yəni bir məxrəcdə də kəsir olanda bu kəsirin məxrəci sürətə vurulur. Yəni 11 qalxır 6-ya vurulur, 66, 10 isə elə məxrəcdə qalır. 66-nı da 10-a böləndə 6,6. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxırıq. 123 nömrəli sualda kəsirinin düzgün kəsir olması üçün n-in aldığı natural qiymətlərin cəmini soruşur. Düzgün kəsir olması üçün sürət məxrəcdən kiçik olmalıdır. Yəni 5n çıx 4 kiçik olmalıdır 2n üstə gəl 13-dən. Bu bərabərsizliyi həll etməliyik. 5n öz yerində qalır. 2n-i gətirirəm 5n-in yanına. Kiçikdir. 13 öz yerində qalır. Mənfi 4-ü sağ tərəfə gətirirəm. Müsbət 4. Burada sol tərəf 3n kiçikdir 17. Burada da n kiçikdir. N-in yanındakı ədəd məxrəcə düşür. Sürətdə də 17. N kiçikdir. 17-ni 3-ə bölürük. 5 dəfə 5 tam 3-də 2. İndi burada n 5 tam 3-də 2-dən kiçik natural qiymətlər almalıdır. N 1 ola bilər, 2 ola bilər, 3 ola bilər, 4 ola bilər, 5-in özünü də ala bilir. Çünki 5 tam 3-də 2-dən kiçikdir. Bunların cəmini soruşur. Bunların cəmi olacaq 15. 3 ardıcıl tək natural ədədin cəminin 5-də 3 hissəsi 70,2 olarsa böyük ədədi tapın. Məsələni tənlik qurmaqla əldə edilir. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. 3 ardıcıl tək natural ədəddir. Birinci ədəd olsun n. Tək dediyinə görə n yazıram. Cüt desəydi 2n yazardım. Ardıcıl dediyinə görə və tək ədədlərdir. Tək ədədlər də olsa, cüt ədədlər də olsa 2 artır. Digər ədəd n üstə gəl 2, üçüncüsü də n plus 4. Bunların cəmini tapıram. Bunların cəmi 3n üstə gəl 6-dır. Baxın, 3 dənə n var, 4 dənə 2-nin cəmi də 6. İndi tənlik qururam. Deyir ki, 3n üstə gəl 6-nın cəminin, yəni 5-də 3 hissəsi vururam 5-də 3-ə bərabərdir 70,2. Mən əslində dərsdə də ədədin hissəsini belə izah edirəm. Tənliyə gəlir, yəni. Burada da baxın, açıq dəstədə tənlik şəklini əldə edilir.
İndi baxın, dediklərini yazmışam burada. Deyir ki, bu 3 ədədin cəminin 5-də 3 hissəsi, 5-də 3-ə vururam. 70,2-yə bərabərdir. İndi bunu hesablayaq. 3-ən üstəgəl 6 ilə işim yoxdur. Mötərizəni də yazmağa ehtiyac yoxdur. Vuruq, hasil. Məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölməliyəm. 70,2-ni bölürəm 5-də 3-ə. 3-ən üstəgəl 6 bərabərdir. 70,2-ni kəsrə çevirsək, 70'dan, baxın, 70'dan 10'da 2 deməkdir bu. Bu da 10'da 70 vur 10, 700, üzərinə 2 gələndə 702 deməkdir. Yəni 10'da 702 bölmə vurma ilə əvəz olunur, 3'də 5. İndi burada ixtisar etməliyik. 10'u 5'ə böləndə 2 dəfə. 702'ni 2'yə bölürəm. 70'i 2'yə böləndə 35, 2'ni 2'yə böləndə 1. 351 dəfə. Məxrəcdəki 2'ni də 2'yə böldüm elə 1 dəfə. 351'in rəqəmləri cəmi 9 verir, deməli 3'ə bölünür. 3'ü 3'ə böləndə 1 dəfə, 351'i 3'ə böləndə 117 dəfə. 3n üstəgəl 6 bərabərdir 117. 3n bərabərdir 117'dən 6 çıxıram. 3n bərabərdir 101, yox 111. 111'in də rəqəmləri cəmi 3'ə bölünür, deməli 37. N olacaq 37. Bizdən nəyi soruşur? Böyük ədədi soruşur. Böyük ədəd n üstəgəl 4'dür. N'in yerinə 37 qoyuram. 37 üstəgəl 4 olacaq 41. 125 nömrəli sualda əvvəlcə səbətdən 6 alma, sonra qalan almaların sayının 3'də 1-i qədər və daha 6 alma götürdülər. Nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qaldı. Əvvəlcə səbətdə neçə alma var idi? Məsələni tənlik qurmaqla həll edin. Baxın, bu olsun bizim səbətimiz. Səbətdə bilmirəm nə qədər alma var. X ədəd alma var. X ədəd alma var. Əvvəlcə səbətdən 6 alma götürdülər. Baxın, səbətdə X alma var idi. Əvvəlcə, yəni 6 almanı götürdülər. Götürəndə qalır X çıx 6. Yəni birinci baxın. Belə yazaq daha doğrusu. Birinci. Əvvəlcə səbətdən 6 alma götürdülər. İkinci. Sonra deyir, qalan almaları nə qədər alma qalır? X ədəd alma var idi. 6 dənəsini götürdüm. X çıx 6 ədəd alma qaldı. Məsələn, deyək ki, 10 ədəd alma var idi. 6'sını götürəndən 2 dənə qalır? 4 dənə. Yəni 10 çıx 6 kimi hesablayırıq. Qalan almalar X çıx 6'dır. Bunların sayının 3'də 1-i qədər deyir. Bunu 3'də 1'ə vuracağım. 3'də 1'i qədər deyəndə ədədin hissəsini tapmaq deməkdir. Yəni bu 3'də 1'ə vururuq. Və daha 6 alma götürdülər. Yəni hələ 6 alma da götürdülər. Nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qaldı. Bunları götürdükdən sonra yarısı qədər X dənə alma var idi. X böl 2 qədər alma qaldı. İndi gəlin tənliyi quraq. Deməli, olacaq tənliyimiz, baxın, ümumi X ədəd alma var idi, düzdürmü? Buradan birinci götürdüm 6 alma, çıx. İkinci götürdüm qalan almaların 3'də 1'i qədər. Bu X çıx 6'nı 3'də 1'ə qıraqda vurum. X çıx 6'nı 3'də 1'ə vuranda 3'də 1'i mötərizənin içinə vurmalıyam. 3'də 1 X çıx 6'nı da 3'də 1'ə vuranda 6 ilə 3 ixtisar gedir, 2 qalır. 3'də 1 X çıx 2 deməkdir. Yəni baxın, birinci bu bütün almaların saydı. Sonra götürdüm bir dənə almanı, birinci. Sonra qalan almaların 3'də 1 hissəsi qədəri götürdüm. Yəni bu qədər alma deməkdir. Çıx 3'də 1 X çıx 2. Sonra yenə 6 alma götürdüm. Bərabər nə qədər alma qaldı? X böl 2 qədər alma qaldı. Gəlin bu tənliyi həll edək. Burada X çıx, bu 6 da mənfidir, bu da 6 mənfidir, olacaq mənfi 12. Burada mötərizəni açanda, mötərizənin içindəki hər bir ədədin işarəsi əksinə dəyişilir. Çıx 3'də 1 X, üstəgəl 2 olacaq. Çünki burada da mənfi var, bu da mənfidir. Mənfi mənfiyə dəydi, müsbət 2. Bərabərdir X böl 2'yə. X-dən 3'də 1 X çıxıram. Baxın, X-in əmsalı 1'dir də. 1'dən 3'də 1 çıxanda nə baş verir? 1'in yerinə 3'də 3 yazırdım. 3'də 3'dən 3'də 1 çıxanda qalır 3'də 2. Yəni, mən bu ikisini hesabladım. Buradan 3'də 2X qaldı. Sonra bu mənfi 12'dir, bu müsbət 2'dir. 12'dən 2 çıxıram 10. 12 mənfi olduğuna görə mənfi 10. Bərabərdir X böl 2'yə. Sonra 3'də 2X. O X böl 2'ni keçirirəm sol tərəfə. Çıx X böl 2.
Mənfi 10'u sağ tərəfə atıram, müsbət 10. 3 və 2 qarşılıqlı sadə ədədlərdir. Əköb 6. 6'nı, baxın, bu 6'nı 3'ə bölürəm 2. 2'ni 2'yə vururam 4. Yanında da x. 6'nı 2'yə bölürəm 3. 3'ü x'ə vuranda 3x bərabərdir 10. Deməli, buradan alınır ki, 6'da x bərabərdir 10'a, x də bərabərdir 60'ı. Çarpaz vurdum. Nə soruşur? Əvvəlcə səbətdə neçə alma var idi? Deməli, 60 alma var idi. Tənlik biraz uzundur. Bu, çünki ən yaxşı oxuyan şagirdlər üçün, yəni onların yaza biləcəyi bir tənlikdir. Daha doğrusu məsələdir. Ona görə, yəni başa düşməsəz 2 dəfə, 3 dəfə dinləyin. Əgər sonda yenə başa düşməsəz, başını buraxın. Çünki yəni bunun başqa bir sadə yolu yoxdur. Və nəhayət sonuncu sual. Kəsirinin düzgün kəsir olması üçün n aldığı natural qiymətlərin cəmini soruşur. Düzgün kəsir nədir? Sürət məxrəcdən kiçik olmalıdır. 7n çıx 6 kiçikdir 3n üstə gəl 15'e. 7n 3n'i keçirirəm sol tərəfə. 15 öz yerində qalır. Mənfi 6'nı sağ tərəfə atıram. Müsbət 6. 4n kiçikdir. 15 üstə gəl 6. 21. Buradan n kiçikdir. N'in yanındakı 4 məxrəcə düşür. Sürət də 21. Buradan isə baxın n kiçikdir. 21'i 4'ə böləndə 5 tam 4'də 1. N hansı tam qiymətlər ala bilər? N ala bilər 1'i, 2'ni, 3'ü, 4'ü, bir də 5'in özünü alır. Çünki 5 tam 4'də 1'dən kiçikdir. İndi bunların bizdən cəmini soruşur. Bunların cəmi də olacaq yenə 6, 6, 12, 15.